olmalıdır. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Doğma kanalımızda tam səmimi saat 12-dən 2-yə qədər canlı efirdə işlə başladı. Bugün də dostlarımla bir aradayım. Bugün də 2 saat ərzində danışmaq, gülmək, söhbətləşmək, gözəl ifalar olacaq, maraqlı söhbətlər olacaq, müəyyən nailiyyətlərlə bağlı bir idmançı qonağımız da var. Təbii ki, bunların hamısı birazdan sonra olacaq. Bugün hava da gözəldir. Şəfa çayımız hazırdır da, boğazımızı sər-sər yaşlamalıyıq da. Mütləq sən o pül rəngi çayından işin. Sərhəd tort gətirməyib. Mən bilir hansı tort. Tortsuz gəlir bir gün. Ondan o bir çay verməzsən. Deməli, hörmətli tamaşaçılarımız, siz də qəşəng pül rəngi çayınızı, tamaşaçılarımız da umsul oldular səhər-səhər. Siz də qəşəng pül rəngi çayınızı sizin qoyun qarşınıza 2 saat ərzində bizə baxın, bizi izləyin. Hə, mən bu arada da sponsorlarımıza bir təşəkkür edim. Proqramımızın sponsoru Doktor Seyfəddin Klinikasıdır. Xətai rayonunda yerləşir. Həzrə Aslanov metro stansiyasının düz bir çıxışında. Metrodan çıxan kimi görürsünüz klinikanı. Bax, bu sözü gedən klinikada tam təbii üsullarla müalicə edirlər. Bitkilərdir, məcunlardır, məlhəmlərdir. Bilirsiniz ki, Seyfəddin doktorun müalicəsi məhz təbii məhsullarlandır, təbii üsullarlandır. Ona görə seçiminizi edə bilərsiniz. Telefon nömrəsində görürsünüz. Bir də ən çox izləyicilərimizi maraqlandıran qiymət məsələsidir. Bəli, həkimin qəbulu 30 manatdır. 30 manatınızı ödəyirsiniz və müayinələrdən keçib Seyfəddin doktorun qəbulunda müalicənizi götürürsünüz. Təşəkkürlərim olacaq Anadolu Dermokimiya Mərkəzinə. Artıq çəkidən əziyyət çəkirsinizsə, ekrana daha da yaxın əyləşin. Tövsiyələrim var sizə. Yeyə. Ayda 20 kilo çəki atırsınız. Emin, görüntülərimiz də təqdim edə bilərsən, əzizim. Xüsusi aparatlar vasitəsilə həftədə 3 dəfə gedirsiniz həmin mərkəzə və o şişmanlığınıza son qoyursunuz. Son qoyursan şişmanlığa. 3 dəfə o aparata girməklə. Və bundan əlavə üzüm niyə qocalır, niyə üzüm əvvəlki təravətdə deyil, güzgüyə baxanda özümü tanımıram. Xüsusi test aparatımız var. Bu test aparatı vasitəsilə bilirsiniz, bədəninizdə nə çatmır. Məsələn, mən getdim o həmin test aparatına, dedilər, kollagen çatışmamazlığım var və su az içirsən, o səbəbdən müəyyən fəsadlar artıq adamın üzündə, gözündə görsənir. Ayağınız ağrıyırsa, beliniz ağrıyırsa, ümumiyyətlə, haravız ağrıyırsa, gedə bilərsiniz, deməli, Anadolu Dermokimiya Mərkəzindəki, bax, bu masaj aparatına dostum ilkini də göndərəcəm ora, onun da ehtiyacı var. Mütləq getməlisən ora. Qəşəng masaj edirlər orada, amma aparatlarla masaj edirlər də. Təşəkkürlər Anadolu Dermokimiya Mərkəzinə. Qonaqlarımız buradadır. Qonaqlarımız buradadır. Əvvəla mən Sərhədi dəvət edim bura. Sərhəd Quliyev. Bizim idmançımız Azərbaycan bayrağını dəfələrlə, hələ ki özün gəl, Sərhəd, hələ ki özün gəl, dəfələrlə bütün dünyada dalğalandıran bir idmançı dostumuzdur. Xoş gördük. Necəsən Sərhəd? Əyləş görürəm. Nə var, nə yox? Ay Sərhəd, yox idin Azərbaycanda. Azərbaycanda yox idin, çoxdan idi. Necəsən, nə var? Təşəkkür edirəm, çox sağ ol. Efi qarşıda oturan tamaşaçılarımıza salamlayıram, qonaqlarımıza sizə salamlayıram. Sizə də öz təşəkkürümü bildirirəm ki, çağırırsınız verilişə, işıqlandırırsınız bizim kimi idmançıları, tanıtdırırsınız. Bəli, yox idim, dünya çempionatında. Dəfələrlə zəng eləmişəm, gəlib çıxa bilmir verilişimə. Siz zəng gələndə Qazaxıstandaydıq biz, dünya çempionatındaydıq. Dünya çempionatı. Astana şəhərindəydik. 3 dənə idmançı ilə qatılmışdıq oraya, 2 dənə ikinci yerlə qayıtmışıq. İkinci yerlə? Bir dənə də birinci yerlə qayıtmışıq. Niyə birinci yer? Bir dənə birinci yerimiz oldu, o da ki, mənim oğlum Azərbaycan himni səsləndirdi orada. 2 dənə də ikinci yerlə qayıtmışıq. Onda az yaşlar arasında idi bu? Yox, böyüklər də var idi, Zroslar da var idi, 17 yaş, 16, bütün yaş qrupları var idi hamısı. Sən özün iştirak elədin? Mən yox, özüm iştirak eləmirdim, orada bir müəllim kimi getmişdim də, onların üzərində getmişdim. Yəni ikinci yerdə
pis yer deyil. Əla Əsas o nəticədir. ki, Ümumiyyətlə vətənə qələbələ... üçlükdə olmağın özü Bəs çox nə? əla bir. Əsas o ki, vətənə medalsız qayıtmadı tələbələrimiz. Evdə medaldan yer olmaz sizdə. Yox, çoxdur. Mənim uşaqlarım da, qızlarım da idmansıdır, oğlum da idmansıdır, üzr istəyirəm. Ancaq medal gətirirlər. İdman əsas bir nədir? İdman eləmək lazımdır, sağlam qalmaq lazımdır. Təhsilə də önəm vermək lazımdır. Mən demirəm. Amma məsələn, elə uşaqlar var ki, deyir, bütün günü dərs oxuyuram, vaxtım olmur. İnsan istəsə, idman eləməyə də vaxt tapa bilər. Hər şey onun üzərindədir. Zalınızda şərait necədir? Mən də gəlmək istəyirəm. Yaxşıdır. Zalımızda şəraitimiz yaxşıdır. Gəlim. Bunun qapı açıq düz bizə. Ürəyimiz nə vaxt istəyir. Yəni, turnaj eləmək üçün şərait var? Yox, bizdə fitness salı deyil də, bizdə döyüş salıdır. Məsələn, meşoqlar var, quruşalar var. Mən də döyüşə bilmirəm. İnşallah indi yavaş-yavaş elə bir şeylər də alıb fitnessə qaçışam. Mütləq elədəm. Elə sənin yanına gələk də. İnşallah onu da eləyəcək Allahın köməyi. Sən bugün olduğun yerdən razısan? Ümumiyyətlə idman sahəsində. Bəli, bugün. Çətinliklərin falan olur? Yox, biz istənilən sahədə insan öz istədiyi sahəni seçəndə o yerlərə gəlib çıxmaq üçün əlbəttə ki, çətinliklərdən keçirsən, çətin yollardan keçirsən. Amma mən bugün də idmanımı seçməkdə peşman deyiləm. İdmançı olmasaydın kim olardın? Futbolçu. İdmançı yox. Mənə dedilər ki, ikinci dəfə dünyaya gəlsən kim olar? Deyərdim, futbolçu olardım. Futbolçu. Yəni peşmansan futbolçu olmadığına görə? Futbolu da sevirəm, amma dedilər ki, belə deyək də, qaydasız döyüşçü olmasaydın, əlbəxat döyüşçü seçməsəydin, döyüş növə seçməsəydin, hansı idmanı seçərdin? Onu demişəm ki, ikinci dəfə dünyaya gəlsəydin, futbolçu olardın. Futbolçu olardın. Futbolu da sevirəm. Yəni arzun qalıb ürəyində. Gərək uşaqlarından qoyardın da. Yox, özləri seçdilər, nə bilim, özləri döyüş yolundan getdilər. Qızlarım karateye, oğlum da mənim öz yolumu seçdi. Məcbur eləmirəm heç şey. Evdə dalaşanda o fəndlərdə... Yox, dalaşırlar, o ölçüdə dalaşırlar, aralayırlar. Deyirəm ki, əsas zalda. Amma beləncə, belə deyək də... Qızlarının neçə yaşı var? Biri 6-cı sinifdə oxuyur, biri 4-də oxuyur. Biri 6-da, biri 4-də. O birisi də idmana gedir. Üçü də. Üç uşaqdır, üçü də idmançı damısı. Həyat yoldaşından başqa hamı idmançıdır? Həyat yoldaşım dövlətçisidir. Dövlət, ona görə... Onun marağı var ümumiyyətlə idmana? Var, o deyir ki, mən də aparır, mən də məşq eləmək istəyirəm. İnşallah aparacam. Qonşudan da bizim bir müğənnimiz var, onun da idmana ehtiyacı var. Biraz idmana getməlidir. Lazımdır da idman gözəl şeydir. Bir də gördün kimsə xətrinə dəyə bilər. Toydur, bayramdır, o müəyyən fəndlərdən öyrədərsən. Desin ki, mən əvvəl karate ilə məşğul olmuşam. Bir yaşdan sonra mümkündür. Bilirsiniz, yaş deyirlər, mən bugün yaşım keçibdir. Məsələn, mənim yanımda bir ağsaqqal var, dostumun dayısıdır, 65 yaşı var, gəlib özü üçün məşq eləyir. Məsələn, hərəkətlər verirəm. Belə deyək də, o jgutlar var da, onlarla kantellə hərəkətlər verirəm. Özü bazar tərəfdən gəlir. Yaş önəm, belə deyək. Əsas istəkdir. Əsas istəkdir, idmana sevgin olsun. Meçən, hər şey belədir, gərək istəyəsən. O təhsildən deyəndə Sami müəllim, anam mən məşə istəyib, mən polis olum. Polis olasan, Bir gözəl xanım bizdəndir, ışıl-ışıl geyinib gəlib. Özü Bərdəlidir, el qızımızdır. Qarabağ. Qarabağlıdır da, nə fərqi var, Bərdə olsun, ümumiyyətlə Qarabağ. Cahan Nur, bugün efirimizdə, canlı efirimizdədir. Mən istəyirəm bu gözəl xanımı, bugün onun debütüdür. İlk efiridir, səhv eləmirəmsə, bizim proqramda. İlk efirdə olanda bəzən, mənim efirimdə ümumiyyətlə çox ilkinlər olub. Bahar Lətif qızı ilk efiri tam səmimi olub. Çünki 26 ildir bu efirdəyik biz. Eyni saatda, eyni vaxtda 26 il. Yeganə Mürsəlova bizim efirimizdən çıxıb. Nəfəs, Canan, kimləri deyim sənə, Damla, kim? Kəmalə, bəli, Kəmalə ilk mənim efirimə çıxıb. Yəni bu efir çox müğənnilərimizə bir qapı olub, bir stimul yaradıb. Heç kim, o deyirlər, mən evdə oturub müğənni, bəli, müəyyən yolları keçmək üçün, düzdür, ilk addımlarda büdrəmələr olur, maddi sıxıntılar olur, müəyyən çətinliklər olur, amma o şeylərin hamısına sinə gəlməlisən, həvəsdən düşməməlisən. Heç vaxt alınmadı məndə deyə bir şey yoxdur. Məndə hər şey gözəl alınacaq deyə bir şey var ki, nəticə gözəl olsun. Cahan gəlib, hələ ifasını verməyək, Emin. Xoş gəlmişsən, ay Cahan, Cahan Nur.
Elə bir səhər-səhər yemək yeməmişsən. Necəsən? Xoş gördük. Yaqub mikrofon taxmamışsın. Taxmırsan üstünə var? Demədi, hə, buyur. Necəsən Canan xanım? Yaxşı. Yaxşısınız? Şükür. Həyəcan falan yoxdur canlı efirdə? Biraz. Niyə? Birinci səfərdir də, yəni efirdəyəm onun üçün. Belə ünsiyyətçil insansan, Bəli, bəli. efirdən qıraqda, Bəli, dostlarla, tanışlarla danışan, gülən. Niyə efirə gələndə o həyəcan olur adamda? Kameraların xofu olur, yoxsa nədir? Məni görüb həyəcanlanırsınız. Ola bilsin O xəstə həkimi görüb həyəcanlanan kimi... Sağal deyir, sağalmışam. Mən də ağabbaq yemişəm, o həkim kimi. Mənim həyəcanımdır, yoxsa o kameraların həyəcanı, canlı efirin həyəcanı? Həm sizin, həm kamera arxadır, yəni ona görə. Biz heç vaxt görüşməmişik, belə üzbə surat gəlməmişik. Bəli, birinci səfər. Toyda, bayramda. Bəli, birinci Sən mənim zannətərəm. Efirdə yaxşıyım, yoxsa belə? Elə ikisi də. Xoş gəlmişsən Cahan. Çox sağ ol. Gəl, sənə bugün Cahan gözəl nəğmələr oxuyacaq bizim üçün. İlk ifasını təqdim edək Emil. Ardınca reklamlara ayrılacağıq. Ondan sonra qaldığımız şəkildə davam edəcəyik. Buyur əzizim.
əziz tamaşaçılarımız, reklamlarımız bitdi, amma biz reklamlarda da danışırıq. Həqiqətən, reklamlarda elə maraqlı söhbətlər olur, bəzən deyirəm, ayda kaş ki bunu efirdə, amma elələr də var ki, efirdə istəmirəm olsun. Hə, Can xanım, xoş gəldin. Çox sağ ol. Necəsən, nə var, nə yox? Yaxşı, çox sağ ol. Bərdəlisən əslən? Bəli. Elə Bərdə doğulmusan? Bərdənin Xəsli kəndindən. Xəsili? Nə maraqlı adı var kəndimizin. Amma indi Bərdədə yaşamısan deyəsən? Bərdədə yaşayıram. Yenə həmən kənddə yaşayırsan? Yox, elə Bərdənin özündə. Ay köçmüsən ki ora. İndi birazdan sonra Bərdədən köçəsən Bakıya. Qismət inşallah. Gözəl. Niyə müğənni olmaq istədin? Maraqlıdır. Sevirəm ona görə. Yəni müğənnilik xoşum gəlir. Yəni uşaqlıqdan arzumdur. Uşaqlıqdan arzun olub. Bəs Prosta niyə uşaqlıqdan oxumadın? müəyyən səbəblərə görə. Nə səbəbləri idi onlar maraqlıdır? Çünki bu Çox səbəblər burada yaşamadıq. Çox müğənnilərdə oxşar səbəblər olur. Ya deyirlər, ailəm icazə vermədi, valideynlərimiz qarşı çıxdılar. Dedilər, yox, ərə getməlisən, uşağın olmalıdır, ailən olmalıdır, o fikri başından çıxart. Ya ailə qurandan sonra çoxsunun yoldaşları icazə vermir, bir mənalı şəkildə qarşısına alır. Yəni, səbəb o olur adətən. Çox müğənnilərimizdə oxşar səbəblərdir. Səndə nə oldu? Sizdə biz Rusiyada yaşadıq. Rusiyadan. Hə. Sonra mamam gil razı olmadı. Dedi ki, yəni harda gedib qalasan. Yəni nəsə bizdə biraz Siz Rusiyada olanda? O Rusiyadan get, elə bil orada qaldıq. Sonra gəldik rayona. Rayonda icazə vermədi də mamam. Amma çox həvəsim var idi. Atan yoxdur? Var. Atan nə dedi bəs? Atam Rusiyada da oraldıca. Ümumiyyətlə demədi oxu, oxuma. Yox, atam O da istəmədi oxumayı, oxuyarsan. dedi qız uşağı olmaz. Qız uşağına olmaz oxumaq. Niyə deyirlər qız uşağına ümumiyyətlə oxumaq olmaz? Əslində qız uşağına oxumaq lazımdır, sənət vermək lazımdır ki. Halal zəhmətlə pulu qazanırsan, məclisə gedirsən, tədbirə gedirsən, gedib əziyyət çəkirsən, pul qazanırsan. Yəni, olmaz deyəndə bir sual verdin ki, niyə olmaz? Yəni, nəyə görə olmaz? Dedi, harada qalasından gedib, nə bilim, biraz problem yaratdılar, icazə vermədilər. Valideynlərin. Ailədə neç uşaqsınız? Ailədə 3. 3 bacı? Bəli. Bacılar nə dedi? Bacılar məndən balacadılar. Biri 11 yaş, biri 10 yaş. Böyüksən sən? Bəli. Nə qədər fərqiniz var orada? Biraz mamam da, yəni, rəhmətə gedənlər oldu. Allah rəhmət eləsin. Sonra dedin, yox, mən heç kimə qulaq asmıram, ürəyimin səsinə qulaq asıram. Bəli. Sənət, bax, sən də valideynsən, atasan. Baxıram ki, övladlarının yanındasan da həmişə. İdmançısan özün, qızların da idmançıdır, oğlun da idmançıdır. Heç belə bir fikir beynindən keçib ki, qız lazım deyil, qısa bax, ailə quracaq. Təbii ki, bu təbiətin qanunudur, dünyamızın qanunudur da, bu qız da ailə qurmalıdır, bəy də ailə qurmalı, lazım deyil. Qoy otursun evdə, təhsil alsın və ondan sonra da universitet filan 5 məkan. İndi olarsa başqa işdə işləyər, olmazsa da getsin ailə qursun, eləsin. Bu fikir oldu beynində, yoxsa sənin üçün o şeylər maraqlı deyil? Yox, mən üzr istəyirəm, mən məşə istəmişdim ki, oğlum olsun. Amma qızların üzrə. Birinci ilə qızlarım dünyaya gəldi. Nə bilim, valla, qismət hər şey Allahın əlindədir. Amma indi baxıram ki, indi onları çox istəyirəm. İndi çox istəyirəm qızlarımı. Birincidən deyədim ki, oğlum olsun, idmançı eləyəcəm onu həqiqətən də. Birinci, həm... Məsələn, bax, seçdilər peşə də çətindir də. İndi musiqi sahəsi ilə idman sahəsi çox oxşardır. İdman da Azərbaycan bayrağını dünyada dalğalandırır. Bəli. İdmanımız, futbolumuz bugün də ölkə başçımızın xüsusi diqqəti, nəzarəti idman sahisinə. Yəni çətin peşədir, yollarda, bütün günün məşqlərdə. Mən bunun görməyən tərəfləri, bir nəticənin ortaya gəlməsi üçün aylarla əziyyət çəkirsiniz. Bəli, düzdür. Məsələn, elə vaxt olur ki, dərslər çox olur. Məsələn, apara bilmirəm, deyirəm, qoy əsas dərslərimdə, fikirlər dərslərimdə olsun. Dərsləri olmayanda aparam, qaçışlar aparam, onlara qaçış edirlər. Özləri istəyirlər. Özləri deyir ki, ata, gedək məşq eləyək. Görürəm ki, mən məcbur eləmirəm.
Məsələn, onlar hansı sahəni istəsə, mən onlara dəstək olmağa hazıram. Amma idman istəyirlər. O idmanı istəyirlər, bəli. İdmanda da yaxşı məşq edirlər. Universitetdə çempion olublar ikisi Hədə də. istəmirsən də həvəslərin ürəklərinə qoysan. Bir də Sərhəd, müasir gənclərimizdənsən, müasir ailələrdənsən də bu dövrümüzün. İndi bir 20 il qabaq başqa cür düşünürdü hər kəs. Elə qız üçün də, oğlan üçün də. Valideyn uşağın istəyinin qarşısında dayanmalıdır, yoxsa dayanmamalıdır? Məsələn, valideyn olaraq. Tutaq ki, indi sənin qızların idman sahəsini seçiblər də. Onların səsi olsaydı, fitri istedadı olsaydı, gəlsələr, ata, biz musiqi sahəsini istəyirik, müğənni olmaq istəyirik, ifaçı olmaq istəyirik, musiqiçi olmaq istəyirik. Nə deyərdin? Bütün sahələrə hörmətən yanaşmaq lazımdır. Əgər bugün üçün də mənim məsələn oğlum və yaxud da üzr istəyirəm qızlarım da desə də ata mən bu yolu seçmək istəyirəm, mən əlbəttə ki ona dəstək olarım. Əsas odur ki onun ürəyincə olsun, xoşbəxt olsun. Yox, məsələn elə valideyn var ki, var da tələbələrimdən deyir ki, biz idmançı olmaq istəyirik, atamız deyir get başqa sahənin adamı ol. Amma yox, övlad hansı sahəni istəyirsə, valideynin borcudur ki ona dəstək olsun. Niyə də olmaz? Bugün nə qədər müğənnilərimiz var ki, Cahan xanım, başqa universiteti bitiriblər. Gedib çalışa da bilərlər. Dünən də biz elə çalışdığım məkanların birində bu barədə söhbət elədik. Bir xanım vardı, müğənni, mən Politexniki kompüter mühəndisliyi bitirmişəm. Amma bugün müğənni kimi fəaliyyət göstərir, efirlərdə də, elə şənliklərdə, yəni belə. Deyirəm, niyə o peşəvin dalıncan getdim? Deyir, onu valideynlərim üçün oxudum. Valideynlərim elə istədi deyə. Əslində məndə anam da arzusundaydı həmişə. Anam elə bil ki, deyirdi, sonradan fikrim dəyişdi, xoşladı. Dedi ki, yəni indən sonra özün bilərsən, öz fikrindir. Yəni əgər o fikrin üstündəsənsə, yəni davam eləyə bilərsən. Anan dəstəklədi. Hə, dəstəklədi. Az da olsa dəstəyini göstərdi. Bəli. Bir sən nə demək istəyirəm, hörmətli bizi izləyən izləyicilərimizə. Əgər övladlarınız nə isə istəyirlərsə, siz onların həyatıdır da, o şey onların həyatıdır. Məncə, pis adam müğənni olsun, o düzgün yolu ilə gedib çörəyin qazanırsa, nə gözəl. Pis, indi mən pis deyirəm, bütün sahələrdə əyri yolla gedənlər də var, düz yolla gedənlər də var. Bu, bütün peşələrdə belədir. Tək ay müğənnidir. Vallahi, baxırıq da biz də kosmosda yaşamırıq. Hər halda bir yer kürəsində yaşayırıq. Ətrafımızda başqa peşə sahibləri var ki, yaraşdırırsan bu peşə, yəni heç cürə yaraşdıra bilmirik. Amma baxırsan başqa bir peşə. Müğənni o şeyi deyə bilmir. Toylara gedirik, məclislərə gedirik. Valla elə geyimdə gəlirlər ki, müğənni o geyimdən səhnəyə çıxmır. Ən azından bir ailənin məclisinə gedirsə, deyir, yox, mən biraz qapalı olmalıyam, ailə məclisinə gedirəm. Biraz oturuşma, duruşma, geyimə, nə olsun müğənniyə fikir verirəm. Mən hələ görməmişəm belə o vau bir vəziyyətdə hansısa müğənni kiminsə balasının toyuna gedir. Mən məsələn görməmişəm. İllərdir bu sənətdəyəm, hər gün də toyda, məclisdə, restorandayım. Valla hamısı özünə çəki düzən verirlər. Yəni müğənnidən də betər geyinən deməli, xanımlar var toylarda. Öz işləridir, bizim heç kimin şəxsi işinə, geyiminə, keçiminə qarışan deyilik. Yəni, əgər geyimlə ölçülürsə, amma əslində ölçülməməlidir. Məsələn, bax, mən evdə bir də görsən oluram, bacımın bir balaca deyərkən 10-cu sinifdə, 11-də oxuyan qızı var. Baxıram ki, bu ataları da Ağdamlıdır deyə istər-istəməz rəhmətli atalarında da var idi səs. O da dalıncan getməmişdi. Amma məsələn, mən bir-iki dəfə görmüşdüm onu oxuyan, dəhşətə gəlmişdim. Ay Allah, bu səs, bu niyə düşməyib bu işinin dalıncan? O da başqa işlə məşğul idi. Baxıram ki, evdə uşaq elə oxuyur ki, Sərhəd. Yəni, bax, musiqi məktəbinə getməyib, musiqi təhsili yoxdur. Məsəl üçün, arada deyirəm ki, bəs konsert verin evdən. Allah veriksin. Çöldə musiqi, içərdə evə gəlmişəm, qoy qulağım dinc olsun. Öz də elə adamlara qulaq asır ki, məsələn, mən təsəvvürümə getmirəm ki, 10-cu sinifdə oxuyan qız otursun Rübabə Muradovanın lent yazılarına qulaq assın. O hardan oxuyur, bu da o tanallıqdan
onun oxuduğu mahnıları, muğamları oxuyur. Və mən təklif elədim, dedim, bunun belə istedadı varsa, gəl bunu yönləndirək. Özüm də illərdə bu işin içində hər bir yolun yöndəmini bilirəm də. Bunun reklamı ilə, PR-ı ilə mən özüm məşğul olacağam. Bacım bir mənalı şəkildə, məsələn, mən üçün maraqlıdır ailələrin fikri. Bir mənalı şəkildə dedi ki, qəti ola bilməz. Dedi, bu şəkildə ola bilər ki, oxuya bilər, amma müəllimə işləsin musiqi məktəbində. Musiqi məktəbində müəllimə deyirəm, niyə görə müəllimə işləsin? Adamın səsi var, deyirəm, bax, sən bunun qabağını alsan, mən ona demişəm bunu. Demişəm, gün gələcək, bu adam müğənni olacaq. Çünki həvəsi var. Deyirəm, olacaq və peşman olasın ki, kaş ki, o vaxtdan bunu çıxardardım üzə. Yəni, biraz gecikmə məsələsi var da. Deyir, yox, qəti ola bilməz. Uşağın əsərləsi var. Deyir, bəlkə İncəsənət Universitetinə verim, bəlkə bir başlayın muğam, o muğam istəyir öyrənsin də milli musiqilərimizi. Məsələn, qoymurlar. Amma valideyn də var ki, çıxılı vaxtında uşağın səsi yoxdur. Tutur əlindən məcbur gətirir müəllimlərin yanına ki, bu oxumalıdır. Ata da gətirir, ana da gətirir. Sənin yanına gəlir elə valideynlər ki, uşağın həvəsi yoxdur idmana, bu mütləq idmançı olmalıdır. Var, mən məsələn elə vaxt o ki, ağsaqqalaq bir şey, insanlar gəlir ki, mən istəyirəm ki, nəvəm idmançı olsun. Deyirsən, bunda alınmayacaq. Yox, mən də, məsələn, keçirəm, bir həftə məşqə keçirəm onlar üçün. Alınmayanda deyirəm, sizin uşaq da alınmayacaq, aparın, qoyun başqa sahəyə. Qoy geçsin, dərsini oxusun. Deyirsən, həvəsi yoxdur. Valideynlərə deyirəm, bəli, valideyn anlatmaq lazım deyir ki, bu günlərə eləyəcək ki, yaxşı olacaq, gələcək, super, amma bir heç nə olmayacaq. Başlayır, üzrsən pulun yeməyə. Yox, məndə elə şey yoxdur. Gəlir, deyirəm ki, qardaş, sənin uşağında idman alınmır, mən onu görmürəm. Apar, qoy başqa sahəyə. Nə qədər öyrətsən də görsən, bu uşağın qabında yoxdur da. Yəni, hər şeydə müəllimi üstünə atmaq lazım deyil. Gərək uşaq o yüzden qabında yoxdur, məcburən mən elə bu peşənin adamı olmalıyam. Döyə-dödə öyrətmək olmaz. Deyə bir şey də yoxdur, hə? Döyə-dödə idmancını öyrətmək olmaz. Yox, olmaz. Məsələn, elə uşaq var ki, gecə-gündüz 9 yaşı var. Bir gündə 2 dəfə məşq edir. 7-dən 9-a, 9-dan 11-ə. Deyir, müəllim evə getməsin, yatıb qalmaq istəyəm, Əlişqa ilə deyir orada. Yəni, elə uşaqlar... Balaca ilə? Hə. Əlişqa, gəl bura görüm. Ay Əlişqa. Gəl əminin yanına. Adı nədir bunun? Əli. Gəl səni öpüm, ondan sonra gedib oturursan orada. Ay Allah, bu nə baldır, ay Allah. Gəl bu tərəfdən maç eləyim səni. Sən danışmağı xoşlamırsan. Utanır. Sənin neçə yaşı var bunun? 6 yaşı var. 6 yaşı var. Bu kuboku qazanır. Bəli, Qazaxıstan Astana şəhərində bir gündə 3 dənə döyüş keçirdi Sami müəllim. Orada da Tutəli, orada Federasiyanın prezidenti də elə bunun döyüşlərini izlədi. Dedi ki, yəni bu yaşda həqiqətən də birinci yerə çıxdı. Birinci yerə çıxdı, Azərbaycan himnini səsləndirdi. Döyüşünü atmışdım sizə, izləmişsiniz. Kimdən idi? Qazaxıstanlı uddu, Qırğızı uddu, bir də Özbək uddu. Bir gündə 3 dənə döyüş keçirdi. Amma sən 3 dəfə öpməliyəm indi. Biri bu. Medalı da budur. Gəl buranı da Bu həm öpüm. öpsün də. Buranı da bir dənə də əlindən öpüm. Bax, bu kuboku Azərbaycana gətirdiyinə görə. Allah balamız. Bax, gələcəyimiz budur. Birinci yeri. Danışmırsan da. Get Bahar xalanın yanında. İlkin, bunu oradan yer eləyin, əyləşsin orada. Ged o da tutun. Sağ olsun ki, nə var? Yerişindən bilinir, idmançı yerişin. Gələcəyə əladır, maşallah olsun. İdmanı... Atasının davamçısıdır. İnşallah Allah bütün balaları saxlasın. Həqiqətən də biz valideynlərin borcudur ki, öz evladlarına dəstək olsunlar. Dəstək olsunlar. Məsələn, elə valideynlər var da, baxıram ki, uşaqları istedadlıdır, dəstək olmurlar valla. Amma Allah canlarını sağ eləsin, pulda qazanırlar. Uşaq deyir, neyin deyir, müəllim deyir, atam deyir, pul vermir. Bir də sıxada bilməyəm mən onları. Elə uşaq var ki, məsələn, yarış aparmışam, 10 dənə uşağı pulsuz döyüşdürmüşəm. Demişəm, pulları yoxdur, amma yaxşı idmancıdır. Yaxşı idmancıdır. Onlar həqiqətən də kasıb uşaqlardır. Hə, vallahi elə kasıb uşaqlar həmişə istedadlı olurlar. Aləli, sən Cahan, subaysan. Ailə qurmamısan elə? Qurub ayrılmışam. Hə, olsun. O da Allahın bir işidir. Uşaqlar zadlar var? Bəli, bir oğlum var, əskərlikdədir. Hərbi xidmətdədir? Bəli. O, özün balacısan, oğlu necə əskərlikdədir? Bərabər böyümüşük də. Onda çox erkən ailə qurmuşsan. Bəli. Neçə yaşında? 16-17 yaşında. 15. Vay.
səhv seçimin olub 100%. Özüm. Məsələn, insanın kaş ki, hamımızın içi mən qarışır, hamımızın həyatda müəyyən səhvlər olur. Bəzən fikirləşirsən ki, kaş o olmazdı, onu eləməzdim. Amma artıq o keçmişdə qalır da, adı üstündədir, keçmişdir, keçib gedib. Müəyyən yaşdan sonra elə bir adam ayılır, uşaq vaxtı uşağın beyni qan olur. Düzdür. Məsələn, indi peşmansan, deyirsən, kəşke olmazdı, hə? Balam da şükür. Evlada gəlirsən. Şükür, balaya şükür, valla. Gözəl evladım var, gözəl evlad dünyaya getmişəm. Ağıllı, kamallı. Ağıllı? Bəli. Siz onunla bərabər böyümüşsünüz onda, hə? Dost kimisiniz onda? Bəli, bəli. İnşallah gələcəkdə elə nə yaşın var ki? Düşünürsən ki, gələcəkdə yenidən bir ailə də qurum? Yox. Yox? Mənlik deyil. Nə sevgi mənlik deyil, nə ailə qurmaq mənlik deyil. Mən sənətin dalına düşmüşəm. Ancaq fikrim sənətdir. Belə gözün qorxub. Bəli. Mənlik deyil. Əslən, bu söz demək üçün adam hər yaşda sevmək istəyir əslində. Yox, Sənət? Elə bir hissi. Sənət qorxudan cavab vermə, belə qalır, bilmirəm deyil. Hərəm bir fikri Qisməti var. Bəli, qisməti var, İndi fikri var. sevgi yoxdur ki. Öyrəşmək var. Hə. Bir, kimlənsə belə bir Münasibət. xoşuma ya münasibət qurur, belə bir şey var. Sevgi yoxdur. O vaxtki sevgi elə o vaxtda da qaldı, getdi. İndi sevgi yoxdur. Ailə quranda mı sevmişdin, hə? Sevməmişdim, belə nəsə xoşuma gəlmişdi belə. Ailə qurmuşdun. Sevgi başqa şeydir. Baxın, sən bugün müğənnisən, artıq ictimaiyyətləşdin, efirdəsən. Qarşı tərəfin reaksiyası maraqlıdır sənin üçün. Ola bilər sənə nəsə müdaxilə eləyərlər, oxuma, oxu. Yox, Niyə mən efirə- o addım atmışamsa, mən Efirə niyə çıxdın? anam yanımda açam, bəsdir. Yəni, narahatçılıq yoxdur qarşı Xeyr. tərəfdə, hə? Ola bilməz də belə bir şey. Xeyr. Yəni, mən o yaşda deyirəm ki, kimsə mənim işimə qarışa, qadağa Müdaxilə qoya. eləyə. Hə. Oğlun nə dedi oxumağına? İçinə nə deyəcək? Biz bərabər böyümüşük, başa düşür məni, başa salmışam. Ki, oxumaq istəyirəm, uşaqlıq həvəsimdir. Övlad heç nə deyəsi deyil, övlad deyir, arzuvun, istəyivin dalınca get. Allah yolları açıq eləsin, həqiqətən. İlk dəfədir görüşürük, çox da qanım qaynadı sizə. İnanıram ki, sən o getdiyin məclislərdə də insanlara o şeyi ötürə bilirsən. İnşallah, bəli. Gedirsən məclislərə, məclislər olur? Olur, hə. Şükür olur. Yavaş-yavaş gəlir də. Hələ yeni başlamısan da 6-7 aydır, bir il heç tamam olmayıbdı. Bir il içində belə aram seyrək olur məclislər, yoxsa mütəmadi olur? Yox, azdır hələ ki, seyrəkdir. Yeni başlamısan deyə də. Hələ tam tanınmamışam da yəni ona görə də. Hə, bardıq. Cahan var, Bərdəli Cahan. Çıxsa. Gəlir, gəlir. Samir müəllimin verişi uğurludur. Bərdəlilər. Əslində birinci növbədə doğulduğun, boya başa çatdığın rayonun sənə dəstək olmalıdır. Mən əminəm ki, Bərdə cəmaatı həmişə səni dəstəkləyəcəklər. Çünki onların el qızlarısan da, birinci. Sonra artıq sən müğənninin, sənət adamının yeri yurdu bəlli deyil ki, onların elə hər qapıda bir şey, hər gecə gələndə marketə dönürəm bir alış-veriş eləmək üçün. Gecə restorandan, yer-vəyət mərzindən gələndə. Hansı marketə girəm, deyir ki, qonaq olun, mənə deyirlər. Deyirəm ki, bu sözü artıq öyrəşmişəm, əzbərləmişəm, qonaq olun da. Deyir, qonaq olun. Ən birinci onu deyir ki, mən qonaq olun, vallahi heç nə lazım. Adama o qədər xoş gəlir. Təbii ki, qonaq olmursan. Bəli. Necə lazımdır, ödənişimi də edirəm. Pulun olmasa da belə, bax, bu xoşbəxtçilikdir. Yox,
Mən cibimdə pulum yoxdur. Mən istədiyim marketdən girib istədiyim bir şeyi ala bilərəm. Çünki o ücret sevilirsən axı. Mən ala bilərəm, deyə bilərəm ki, pulum yoxdur. Sabah buradan keçəndə verəcəm. O inan da olur mənə. Adım da var biri. Narahat olma verərsən. Deyirəm, bəlkə mən fırıldaqçıyam. Verməyəcəm, heç nə bilirsən verəcəm. O inan ki, var içlərində mənə qarşı. İnanır, mən onu milyona dəyişmərəm. O qədər mənə, məsələn, xoş gələn bir şeydir. Məsələn, adamın xoşuna gəlir. Diqqət ayırırlar adama, uşağı, böyüyü, ağsaqqalı, ağbirçəyi. Gözəl bir şeydir. Çox gözəl hissdir. Həqiqətən. O hiss, Allah o hissi hər adama verməyib o hissi. Əlbəttə ki. Sami müəllimi çox istəyirlər. O hiss, demirəm, tək mənə yox, sənət adamlarımızın əksəriyyətinə qalır. Düz zəhlələri qaçanlar da var. Var ki, məsələn, adam deyir, sən o zəhləm qaçır ondan, görmüyor, o lazım deyil. Belələri də var. Gələ bir sənin şirin dilin ola, xoş münasibətin ola, gözəl rəftarın ola. Bunlar şərtdir də. Bəli, keçən dəfə bir yerə getmişdim. Gördüm, mənə dedilər ki, seyri, sizə baxırdıq, Sami müəllimin verişini. Gördüm, tanıdılar məni. Orada sizdən söhbət düşdülər. Dedi ki, bəs nədir onun adı? Həqiqətən də sizi çox istəyirlər. Demədilər, özündən razıdır, falan. Yox. Çox da mən elə deyir. Efirdən bilmirəm, niyə elə görsənlər. Valla sən kimlərdir, Sami müəllim? Sən irəli getməyən insanlardır. Bəli. Valla bu günləri siz hamı əziyyətlə gəlib çıxıb da bu yerə. Xanım da, mən də, siz də. O demək deyək ki, Sami müəllim rahat oturub verişində, kesuda. Valla neçə dənə piləkən çıxmışsınız. Hansı yollardan keçmiş bir Sami. Onlar neynir? Otururlar rahatca, başlayırlar, oturmaya. Sən də get bir iş gör. Sən də get bir iş gör də, Sami müəllim kimi. Valla orada dedilər ki, mənə içəri gitdiniz, bəs sənə baxadıq elə Dünya TV-dən. O paylaşmışdım mən YouTube-da, siz atan götürən keçən efirimizdə. Elə orada dedilər ki, bəs Sami müəllim dedilər ki, yaxşı aparıcıdır, həqiqətən də çox istəyir. Çox teşekkür edirəm. Yəni, kim nə deyə bilər ki, cavabımı verəcəm də. Mənim xətin istədiyim insanlar, həqiqətən də... Bir nəfərlə savaşmışdım, Yüngülvari bir sənət adamı. O da gedib mənə başqa bir sənət adamla bir ümumi məclisdə məndən şikayət edib olan söhbətlər deyir. Mən də ona deyirəm, sən Allah, deyir, nə danışdın, sən mənim yanımda, sən artıq əksək söz deyə bilər. O da o qədər haqq ədalət tərəfdarıdır. Amma belə... İnsanı tanımamış qiymət vermək olmaz. Qiymət vermək, ön yargı bilirsiniz, birinci növbədə Allahdan qorxmaq lazımdır. Əsas tanıyasın. Heç vaxt insanı tanımadan, bilmədən, xanım oldu, bəy oldu, onun haqqında ön yargılı olmayın. Günah edirsiniz ən birinci növbədə. İnanın ki, o şeylər övladlarınızın qabağına çıxır. Və heç kimi qınamayın. Bax, bir atalar məsələ var, bilməm, ruslarını yox, deyir, kimi ki qınayırsan ha. Bax, o qınadığın yerdən zaman gələcək, sən də qınanılacaqsan. Bəli. Sən heç kim, sən də insansan, o da insandır. Allah hərənin bir cür talih yazıb, alnına bir yazı yazıb. Birinin həyatında uğursuzluq ola bilər, birinin həyatına belə. Deyir, filan kəs gecə saat 3-də gəlir və deyirəm 3-də gəlir. Hər gün gecə saat 3-də gəlir. Demək ki, işləyir də bu. Sən evdə rahat yatırsan, gecə saat 3-də məclisdən gəlir. Məclis qutarmır, neynəsin? Cəmaata deyilsin, sağ olun, gedirəm. Valla inansız ki, sözü kəsirəm. Hər gün məşqdəyəm də mən. Həftənin 6 gün, bir dənə bazar günü istirahət günümdür. Elə vaxt ki, dostlarımın toyuna gedə bilmirəm. İnciyirlər mənlər, pul göndəririk. Valla gedə bilmirəm. Mən o uşaqları qoyub çıxamam. Çünki o uşaqlar mənə etibar eləyib valideynlər. 2 saat mən məsuliyyəti daşıyıram. Məsələn, elə dostlarım var, inciyir, elə var ki, deyir ki, sən bizə vaxtlaymışsın. Mən deyirəm, yaxşı, mən sizə vaxtlayım. Amma mənim yerimi bilirsiniz, axardayım mən. Gəlin, məni görməsiniz, gəlin, görüşün. Yəni, mən işlə məşğulam da, yəni, avaraçılıq eləmirəm. Valla, deyin, evə gedirsən, məsələn, uşaq qaçır qabağı var. Mən bu günlər ailəm üçün yaşayıram. Siz öz ailə üçün yaşayırsınız. Xanım da öz oğlu üçün, öz ailəsi üçün yaşayır. Yersəz qınamasın, o bekar adamlar da olur. Bekar adam da o, qınayanlar, boş-boş danışanlar, danışın. Cahan, gəl səndən növbəti bir mahnını təqdim edək. 100% Cahan sənin adın deyil, götürdüyün addır, hə? O bir adını soruşmayacağım. Yəni, mənə belə gəldi ki, amma qəşəng addır. Sami müəllim hiss edirik. Hiss elədim ki, Cahan. Bəs Nur nədir? Anavın baş şərifidir 100%. Nur. Yox, elə seçdim. Elə seçdin. Bəli. Cahan, Nur. Cahan yoxdur səhnədə. Yəni, düz seçmirsən haradasa. Hə?
Cahan qrupu var, Cahidgil dostlarımdır. Yox, xanımlardan Cahan yoxdur da. Könüllər nə qədər istəyirsən, Kəmalələr nə qədər istəyirsən, Şəbnəmlər nə qədər istəyirsən. Bir şey var axı, nə öz adları ilə belə tanınmaq istəmirlər. Mən tezə Məsələn, mən də əvvəl həmişə deyirəm ki, deyirəm, kəş ki, məsələn, mən Mənim əvvəl adım uzundur, deyir ona görə. deyirəm, əvvəl başlayanda, bu adım qalardı, başqa, mən məsələn, təklif edən olmadı da, deyirəm, başqa bir ad seçimi, o qədər xoşuma gələn adlar var, deyirəm, bu adla, məsələn, olardı, mənim üçün da gecədə çox qəşəng adınız var. İndi qoysam da, hə? Qəşəng adınız var. Yaxşıdır. Bəli, bəli. Gəl, səndən bir ifa təqdim edək. Rejissorumuz deyir. Mənim anam çox qocalıb xəstədir, o yazığın dərdləri üst-üstədir. Övlad üçün yaşayan anamdır mənim, mələk adın daşıyan anamdır mənim. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana. Ana ilə varlıqdı, adı mələkdi, varlığı xoş ömrümə bəri bəzəkdi. İlahi xoşbəxt oluram anamla, cənnətin ətrin alıram anamla. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana. Məni bu həyata bağlayan anamdır, adı o qədər pakdı, ali məqamdır. Övlad üçün çəkir min bir əziyyəti, Allah ona bəxş eləyib cənnəti. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana. Ayana, ayana, Allah analarımıza can sağ versin. İsim-istərə baxıram. Səs göndərən izləyicilər var, səs atmayın, xahiş edirik, yazın, göndərin. Çünki səsləri qulaq asa bilmirəm.
Bu arada Cahan xanım, sizi də, elə Sərhədi də dostlarımız İlmar bəy, o cümlədən Nihat hal-hazırda əyləşib, Azər əyləşiblər, bizə baxırlar, birisi izləyirlər, salamlayırlar. Mən də burada Nihada da, İlmara da, Azərə də salamlarımı çatdırıram. Sonra, Nazlı xanımı salamlayıram. Mən dəyərli dostum, İstanbuldan, artıq Azərbaycandadır, səhv eləmirəmsə. Yazır, canım mənim gözüm, Məhəmməd Balanın bugün doğum günüdür. Ürəkdən təbrik edirik Məhəmməd Balanı. Ad günü mübarək olsun. Şəxsən Nazlı, öz adımdan, elə sənin adından, hamımızın adından təbrik edirik. Dostumuz İlkini də salamlayım. O da baxır bizə. Hardan izləyir bizi? Sənin arxasında. Bərdədən? Bəli. Yox, Ağcabədlidən. Bu Ağcabədlidir. Aha. Sonra deməli bizə Sərhəd müəllim yazır ki, sənin komandirin adı yadındadır. Bəşirov Zahid. Təbrik, sağ olsun. Bildim. Salamlayır. Komandir də buradan salamlayıram. Harada yaşayır komandir? Sumqayıtda. Salamlayır Sağ səni. olsun, baxdığınız üçün təşəkkür edirəm. Buradan da komandiri salamlayıram. Oğul da mənim yanımda məşq eləyir. Mirsəyiddir də oğlunun adı. Oğul da mənim yanımda məşq eləyir, maşallah. Maşallah olsun. Yarışlarda çempion olur. Təzəcə Dünya Kubokun çempion oldu Bakıda keçirilən budo döyüş növlərindən. Nə istəyirsən day? Xoş gəlir sənə belə bu cür təşəkkürlər valideynlər tərəfindən. Əlbəttə ki, birinci müəllim gərək bir özünə bir hörmət qoya. Müəllim gərək müəllim kimi özünü apara. Ondan sonra valideynlərlə, mən bütün hamısı mənim üçün əzizdir valideynlər. Çünki onların övladları mənim yanımda məşq edir. Yəni demək. Etibar eləyirlər ki, belə. Bəli, əlbəttə ki. Müəllim olmaq üçün gərək təcrübəli olmalısan. Necə deyim, kurslarda iştirak eləməlisən, nəticələr... Müəllim adın doğrultmalısan da. Bəli, əlbəttə ki, o elə belə verilməyibdir sənə. Yəni, gör, nə qədər idmançı yetişdirirsən. O, bir komandadır o. Gələcəyin əskərin yetişdirirsən. Cahan, öz mahnıların var da, bu öz mahnın idi. Bəli, bəli. Bunu kim yazıb? Bunu Elşad Adəmoğlu yazıb. Elşad Adəmoğlu yazıb. Pulla satıb sənə. Bəli. Bəli, bəli. Pulun parasını vermirsən. Bəli. Bu mahnıya klip çəkdirmirsən? Yox. Başqa mahnıya. Demək, klipin də hazırdır. Hazır deyil deyəsən klipin tam elə, hə? Tam yarısı elə bir hazırdır, yarısı yox. Harada çəkdirdilər? Yəni komanda hara idi? Kimə etibar eləmişdin? İlkin müəllimə. Rayonda yoxsa burada? Bakıda çəkdirmişəm. Düz eləmişsən. Baxmısan heç materiala? Necə çıxıb? Yaxşıdır belə, hələ düzdür, orada biraz dəyişikliklər olmalıdır. Prosta elə tam eləməmişəm. İşlərivi kim görür? Kimdir yanında sənə kömək edən? Bax, bu işlərivin talıncan qaçan. İlkin? Bəli. Sağ olsun. Şərtdir, yəni bu işləri eləmək ən azından tək çox çətindir. Yəni, mütləq yanında dəstək, söhbət maddi dəstəkdən getmir. Mənəvi dəstəyin bizim bu sahədə çox böyük rolü var. Bəli, bəli. Mənəvi dəstəyin çox, yəni mütləq lazımdır. Maşallah, klip də çəkdirmişsən bu 6 ay müddətinə, özünə 1-2 dənə də mahnılar almışsan. Mahnı çox almışam, indi inşallah yazdıracam. Yavaş-yavaş. Vaxtım yoxdur deyin hələ ki. Niyə yoxdur vaxtın? Biraz oğlumun yanına getdim, gəldim. And içməsi idi. Sonra indi yazdıracam bərdə. Qayğılar filanlar. Biraz işlərim var idi özümə ait, ona görə yazdıramırdım. Vaxtım yox idi. Nazlı nə idi? Cahan, demək ki, özün öz ayağın üstünə durmaq istəyirsən də, hə? Bəli. Bütün bu işlərə tək başına. Bəli. Zaten elədir.
təkəm. Yəni düzdür, köməkçi var, sağ olsun, mənə dəstək olan var. İlkin müəllim sağ olsun. Amma ondan sonra yəni təkəm. Kimsə səni dəstəkləsin, müəyyən işlərində kömək eləsin, maddi tərəfdən yoxundur, özünsən. Bəli. İnşallah yaxşı olar. İnşallah. Nəsə, səni belə görürəm ki, işlərin yaxşı olacaq. İnşallah. İşlərin əla olacaq. Güney Azərbaycandan da salamlarımız var. Salamlarımızı çatdırırıq. Xüsusilə deməli, yazan izləyicilərimizin hər birinə. Maşallah olsun. Nə qədər yazırlar, nə qədər yazırlar. Çox sağ olsunlar. Əziz tamaşaçılarımız, SMS nömrəmiz aşağıdadır. Görürsünüz SMS nömrəmizi. Rahat bir şəkildə yaza bilərsiniz. Bu ne açmır? Sosial mediada necəsən? Aktiv? TikTokda. Necədir vəziyyət orada? Yaxşıdır orada. İzləmələrin zaten yaxşıdır. Yaxşıdır, hə. Orada elə bil ki, öz adımlandır. Niyə? Dəyişmirsən? Öz adımdır da, yəni sırf öz adımdır. Qoyduğum ad deyil. Yəni yaxşıdır. Çox qəşəngdir. İndi dəyişəcəm adım orada da. İlkin təcili indi dəyişmə dəqiqə. Dəyiş qızın TikTok'unu deyəcəm indi. Dəyiş də, dəyişə bilmirsən. Dəyişərəm. 2 dənədir əslində. Biri zəifdir, biri yəni yaxşıdır. Bax, izləyicilərimiz sağ olsunlar, çəkib atıblar. İzləyirlər. Qapşehir rayonundan. Sağ olsunlar, təşəkkür edirik hər birinə. Ramin adlı izləyicimiz salamlayır səni. Əleyküm əssalam. Biz də onu salamlayırıq. Tanıyırsan? Hardan? Hər halda Bərdəli olar da. Nə qədər də çox Ramin. Onu tanımıram. Elə bildim o birisi Ramindir. Sənə salamlayır. Əleyküm əssalam. Nə yazırlar? Hə, bu Muğan Gəncəli kəndindəndir, Sabirabad rayonunun. Yazır, bugün Samir bəy, mənim də doğum günümdür, salamlayıram. Nə gözəl, təbrik edirik Ramin. Təbrik edirik. Raminlər çox olacaq, Əliqulu, Fatma Nisələr, o qədər çox olacaq. Çünki sən artıq ictimaiyyətləşirsən də, maşallah olsun, Allah yollarını açıq eləsin. O rayon sənin, bu rayon mənim, gəzəcəksən, dolanacaqsan. Kimə qulaq asırsan? Bax, ifaçılığa başlamısan da, köhnə nəsildən, yəni öyrənmək üçün bir məktəb olaraq. Kimə qulaq asıram? Ən çox Zeynəb xanlarova xoşlayıram. Zeynəb xanlarovaya. Bəli, qulaq asıram. Bahar Lətif qızını xoşlayıram. İndiki müğənnilərdən Bahar xanım. Öyrənmək üçün qulaq asırsan, yoxsa belə? Həm öyrənmək üçün, yəni həm də xoşum gəlir. Məncə Zeynəb xanlarovadan öyrəniləsi çox şey var. Bəli, çox. Bir ilkdir də o. Bəli. Sizdə necədir idmançılar? Başqa idmançıların fəndlərinə baxırsınız? Nəsə öyrənmək üçün. Bunu elədi, mən də bunu eləyə bilərəm. Əlbəttə. Məsələn, kimlərin döyüş maraqlıdır? Belə deyək də, yarışlara gedəndə belə 2 gün, 3 gün tez çıxırıq, orada seminarlar olur. Məsələn, orada dünyadan gələn müəllimlər olur da, dünya çempionatına gəlirlər. Başqa ölkədə onlar, məsələn, seminar keçirlər, onlardan öyrənir fəndləri. Onlardan öyrənirsiniz. Bəli. Yox, Azərbaycandan, məsələn, Azərbaycandan hansı idmançıların... O qədər ustadlarımız var ki, Azərbaycandan. Sizdə də var bu ustad məsələn. O qədər, məsələn, o qədər müəllimlərimiz var. Baxırıq, öyrənirik onlardan da. Bəs onlar bizi öyrədib də. Onların tələbələri olmuşuq, öz müəllimimizdən. Məsələn, bu günlər mən müəllimlərimi görəndə içimdə bir həyəcan hissi olur. Adətən, mən bu Yapon filmlərini xoşlayıram.
Yapon filmlərində baxırıq, onlar döyüş səhnələrinə daha çox yer verirlər də. Baxırsan ki, o günlər burada kim idisə, qonağımız, tam xatırlamıram, o da söylədi. Deyir, müəllim idman sahəsindən idi. Deyir, hər şeyi öyrədirik, amma elə şey var ki, onu saxlayırıq özümüzə. Sirr olaraq. Özünü müdafiə eləmək üçün. Bəli, deyir, onu saxlayıram, yəni hər şeydə tam-tamına öyrətmirəm. Öyrədirəm. Sabah deyir, bəlkə o tələbəm Mənə qarşı çıxdı. Mənə qarşı çıxdı. Ringdə bir də gördün ki, həqiqətən də qarşı-qarşıya gəldik və yaxud birincilik uğrunda mübarizə apardıq. Olmadı ki, mən o fəndi də ona öyrətdimsə, dayı nə oldu? Yox, mən bu günləri öz tələbələrlə, böyüklərlə məsələn döyüşürəm salda. Necə döyüşürəm? O təcrübələr daha da yaxşı olsun. Məsələn, təzələcə yarışımız oldu bizim Bakıda, Dünya Kubokunda. Mənim tələbələrim həqiqətən də halal olsun. Hamısı çıxdı, çempion oldu. Yəni, demirəm, rəqibləri zəif idi. Güclü rəqiblər də var idi. Bakı komandasından, məsələn, 8 dənə birinci yer getdik, 4 dənə ikinci, 2 dənə də kəmər getdik. Yəni, vuruşdular hamısı. Nə öyrətdim hamısını? Mən tələbələrimə deyirəm, nə öyrədirəmsə mənə qaytar. Sən qara kəmər də almışsan da, səhv Bəli, eləmirəmsə. qara kəmər də almışam. Neçənci ildə almışsan qara kəməri? Mən elə bir ki, belə deyək də, karatedən 3-cü danam. Karatedən 3-cü. Bəli, 3-cü Gətirən sən o danam. kəməri. 3-cü danam. Elə bir ki, Bakıda imtahan vermişəm öz müəllimimizə. Elə deyim, pillələr var da, o kəmər pillələri var. Amma belə professional döyüşdə gətirmişdim sizin. Bəli, kəməri görmüşdüm. Professional döyüşdə. Yadıma gəlir mənə vurmuşdun ortama Bilirəm, kəməri. Allah canımı sağ eləsin, sağ ol ki, bax, belə işıqlandırırsınız valla. Bu da hər idmançıya nəsib deyildi o kəməri qazanmaq. Birinci nətərdir, bu günləri əgər... Ölkəmizdə nə qədər kəmər sahibi var? Çoxdur, kəmər udanlar çoxdur. Niyə ki, o qədər idmançılarımız var ki, Azərbaycanda yaxşı idmançılarımız var. Sadəcə biraz onlara dəstək olmaq lazımdır. Məsələn, elə idmançılarımız var ki, dünyanın ən bir nömrəli idmançılarını udurlar. Bizim ölkədə. Bəli, əlbəttə, bizim yaxşı güclü idmançılarımız var. Tamam. Bilirsən nə baş verib? Nə baş verir? Deyim yoxsa? Yaxşıca de, piscə demə. Deməyim. Yaxşıca de. Sonra məndən inciməyəsən. Deməyəsən Samir bəy, niyə dediniz onu? Hə? Emin. Deyirəm ki, Cahan xanıma, sonra deməyəsən ki, Samir bəy, onu niyə dedin? Deyim. Deyirsən, deyim. Deyim. İnciməyəsən məndən. Əminsən? Məni saldınız Hə? Heyecanlandım laf. Bir dənə sən, bir dənə mənim sevdiyim insan. Ay gözümün qarəsi, ay ürəyimin parəsi, dərdlərimin çarəsi, aşiq olmuşam sənə. Ay gözümün qarəsi, ay ürəyimin parəsi, dərdlərimin çarəsi, aşiq olmuşam sənə. Bir dənə sən, bir dənə sən yaraşırsan mənə, mənim sevdiyim insan. Aşiq olmuşam sənə. Bir dənə sən, bir dənə sən yaraşırsan mənə, mənim sevdiyim insan. Aşiq olmuşam sənə. Səni könül həmdəmim, mənim sevdiyim
sənə. Bir dənə sən, bir dənə sən yaraşırsan mənə. Mənim sevdiyim insan, aşiq olmuşam sənə. Bir dənə sən, bir dənə sən yaraşırsan mənə. Mənim sevdiyim insan, aşiq olmuşam sənə. Bir dənə sən, bir dənə sən yaraşırsan mənə. Mənim sevdiyim insan, aşiq olmuşam sənə. Ay maşallah, bu da təzədir. Xeyirli uğurlu. Dilim dolaşdı. Xeyirli uğurlu olsun. Çox sağ olun. Bugün 2 yeni mahnı ilə gəlmişsən də. O biriləri də aranjmandadır. Bir mahnı neçə başa gəlir? Tam belə aranjmanı, zatı, almağın, eləməyin. Gəlir də. Nə qədərə? Deməsəm olar. Deməsəm olar, niyə olmur? Hədiyyə də verirlər. Bəli, var, hədiyyə də var. Yəqin istəyirlər ki, sən oxuyasan. Çox qəşəng mahnılar var, inşallah. Gələn dəfə efirə. Mütləq. Efirlərə dayanma, efirlərə tez-tez çıx. Çalış ki, həmişə göz önündə ol. Çünki efir şərtdir. Madam ki, bu yola başlamısan, mütləq mənada efirlərdə tez-tez olmalısan. Bugün sənin debütündür də, belə deyim də, premyerandır. İlk efirindir bizdə, ilk təqdimatındır. İnşallah sənə düşərli olar. Çox həyəcanlıyam. Var hələ, həyəcanın getməyib hələ. Niyə? Nə bilim, getməyib hələ. Gedib az qalıb da yəni. Veriliş qutarı hələ həyəcanın getməyib. Nədir o həyəcan? Nə həyəcanıdır o? Sizlə oturmuşuq. Canlı efirdir. Bəli, canlı efirdir. Nə qədər izləyicilər var. Aha. Onun üçün biraz həyəcan. Toyda da həyəcanlı olursan? Yox, toyda yox. Toyda rahat olursan. Üçün adam var, onu görəndə həyəcan keçirdirsən. Yox. İnsan, sevdiyi insan olsa, onu görəndə həyəcan keçirdər. O da yoxdur. Yox, o da yoxdur. İnşallah olar. Sevgi yoxdur. Samir müəllimin verdiyi suallar da biraz həyəcanlandırır. Hə də. Özüm həyəcanlandırır bunu. Ara həyəcanlananda arada çaydan, sudan iç. Sərhəd səfərlərimiz var qarşıda. İnşallah gələn ayın, iyunun axırında Dağıstana gedəcəyik Allahın köməklə. Dünya Yəni Kubokuna. gəzmədiyin ölkə var. Oranın bir arzusunda olasan. Kəşke orada da olardım. Bir dənə Amerika. Gəzmişik, Avropa çempionatlarında da iştirak eləmişik, dünya çempionatlarında iştirak eləmişik. Bir dənə Amerika, inşallah qismət olur o getmək. Gedəndə belə vaxtınız olur gəzməyə, şəhərlə tanışdıq. Olur. Yəni bunları öz hesabınıza edirsiniz, yoxsa İndi öz hesabımdan gedən məsələn tələbələr də olur. Məsələn hansısa tələbəmiz yaxşı nəticə verirsə, sağ olsun, dəstək olan insanlarımız da olur, sponsorlarımız olur. onların da hesabına gəzmək, eləmək. O niyə olmur ki, məsələn bir həftə orada olanda məsələn 3 gün, 4 gün yarışlar gedir. Belə bir ölkə var ki, getdin oranı gördün, ümumiyyətlə dolanışıq üçün, yaşayış üçün çox deyirsən, mən burada yaşaya bilərəm. Olur, niyə olmur ki? Hara? Məsələn, təzəcə Qazaxıstandaydıq. Qazaxstanda yaşaya bilərəm. Nəsə ora məni cəlb elədi özünə. Hansı şəhərində oldu? Astanadaydıq. Astana da budur burada da. Astanadaydıq. Xəzər dənizinin o birisi. Ora şeydi. Nədir? Atrau. Aktuadır ora siz dediyiniz. Aktau da var, Atrau da yaxındır. Aktua bəli, Xəzər dənizi o tərəfidir. Nəsə insanları qonaqpərvər. Belə bir ki, nəsə demək? Azərbaycandasan. Hələ bax eləsinə. Məsələn, komandamız gördü. Dedi Azərbaycan komandası dedik, bəli. Biz apardı, məsələn, tanımadığımız yerlər vardı, ora getmək istəyirdi. Məsələn, düz apardı, bizi ora təhvil verdilər, sonra qayıdırdılar. Dolanışıq üçün necə? Yaxşıydı, dolanışıq üçün yaxşı. Qiymətlər zədər normal. Çox ucuz idi. Qazaxstan indi biraz
bahalaşıb. Mən çox olmuşam Qazaxıstanda. Əvvəllər çox ucuzluq idi. Ucuz yenə də bilməm indi siz neçənci ildə getmişsiniz ora? 3 il Amma bundan qabaq. yaxşı idi. Yenə də Yaxşı idi. orada yaşaya bilərsən. Köç ged ora. İşimiz, gücümüz buradadır yenə də. Orada qura bilməzsən o işi gücü. Kazaklara da oxşuysa da biraz. Gələcəkdə inşallah Orada olar. aeroporta gəlib bizi qarşıladı. Orada aeroportda bizi qarşılayanda dedilər sən bizi oxşuyursan ki dedi. Hə, Kazaklara da oxşarlığın var ha, özbəklərə, Kazaklara. O birisi də oxşuyur, ilkin də oxşuyur. O Özbəklərə oxşuyur. Oxşarlığın da var həqiqətən. Yox, hara getsək də öz vətənimiz. Qazaxstana 5 barmaq yedin? Yox. Xoşlamırsan? Biz yara getdik elə bizi apardılar, orada Azərbaycanlılarımız vardı. Ac saxladılar sizi? Necə? Ac saxladılar? Yox, Azərbaycanlılarımız vardı, yarışda gəldilər, bizə dəstək oldular, bizi qonaq apardılar. 5 barmaq pişirmədilər sizə? Yox, onu biz orada bir sənədəli oteldə qaldıq, oteldə nə yemək verirlər. Buradan Qazaxstana gedəsən 5 barmaq yeməyəsən? Yox. Bağırsaqları var onların, yemədin ondan? Azərbaycanlılar var idi, sağ olsun deyirəm. Azərbaycan yeməkləri yedin orada? Apardılar bizi, qonaq apardılar. Kazıq da yeməmsən? Yox, elə orada bir dənə bizə kabab seti qonaqlıq verdilər, sağ olsun, yarışdan sonra. Hansı ölkədə olmuşsan sən, Cahan? Mən Moskvada olmuşam. Rusiya Federasiyasında. Orada yaşamısan da. Neçə il? Mən gedəndə uşaq idim, sonra gəldim. Amma arada elə bil ki, istirahətə gedirəm ora. Neçə il yaşamısan ümumiyyətlə Rusiyada? Gedəndə 8 yaşım var idi. Hədəsə 5 il, 4 il belə yaşamışam. Rusiyada? Bəs başqa ölkələrdə? Gürcüstanda olmuşam. İstirahətə getmişəm. Belə yox, çox yox. Prosta amma Rusiyanın şeylərini gəzmişəm də. Şəhərlərin? Bəli, şəhərlərin. Qazaxstanı sevmişsən. Özbəkistanı bəs? Ora getməmişik. Bir dənə başına araqçın qoysaq. Hələ mən orada hədiyyə də verirlər. Elə ondan, onların milli gemi var, pensiya bir ondan da hədiyyə verdilər mənə də. Gərək onunla gələrdin, verilişə. Valla, çox uçursan özbəklərə. Onlar da hamısı eyni millətik də, dilimiz, dinimiz eyni, dilimiz çox oxşar. Sən Sami müəllim, nə olsun ki, gedirik, məsələn, başqa ölkələrə gedirik, deyirik ki, bura nə yaxşı, rahatdır. Yenə də necə olsun, məsələn, biz üzr istəyirəm, ailəlicə getmişdik, böyük qızımın ad gününü Türkiyədə keçirirdim. Söz vermişdim, apaq Türkiyədə keçirdim, pandemiya olmamışdan qabaq. Bir həftə, 2 həftə qaldıq orada, gördüm, yox, evdəkilər deyir ki, Darıxırıq. gedib qaydaq vətənə. Nə qədər desək də, yenə də torpaq Çox bizi maraqlıdır, çəkir. adam başqa bir yerə gedəndə, evə gəlirsən, bir rahat, adi rayona gelsən burada. Hə, düzdür. Deyirsən ki, yox, gedim evə, evdə yatım. Ev başqadır. Hə? Ev başqadır. Adamın özünün evi, deyirsən, yox, gedim öz yerimdə yatım. Adam öz evini istəyir. Öz evində yatmayanda elə bilirsən yoruluqsan. Yorğunsan. Hə, çox adam belə yoruluq olur, əzlik olur. Amma öz evindəki yarım saat olsa da yatırsan, elə bir dünya sənindir. Çox rahat olur adam. Adam çox rahat olur. Adətən gedəndə, indi toya filana, rayonlara, mən çox vaxtı gəlirəm. Çünki bizim canlı efir var deyə, yəni o məcburiyyəti yaşayıram. Gəlib çıxmalıyam, nə zülüm də olsa. Yol yorur. Yollarda yata-yata da olsa, gəlib 12-yə çatmalıyam bura. Verilişə, çünki canlı yayımdır da. Çalışıram səhər tezdən altının yarısı çıxım ki, artıq illərdir belədir. Hesabını götürürəm, saat 11-də, 10-da zaten oluram burada. Amma ev başqadır da. Bircə saat gəlib evdə dincəl. Adam istədiyi ki, məyinin başını dəyişir. Özünü sərgəsən, səhmana salsan. Başqasının evində eləyə bilmirsən. Nə qədər də sənə yaxşı baxsalar, nə qədər də səni yaxşı qarşılasalar, yenə də ev istəyirsən. Rahat olanmırsan. Deyirsən, gedim evə gedim bircə stəkan çay içim. Bir evi görüm, elə bir ki, yorğunluğun çıxır orada. Sərbəst olursan da öz evində, rahat Can olursan. darıxmırsan evdə, bax təksən. Oğlun da hərbi xidmətdədir. Yox, anamla qalıram, anam yanımda olur.
Anamı da gətirmişsən yanına. Bəli, yanımdadır anam. Bəs o kənddəki evinizdə kim yaşayır? Üç kim elə oradadır. Ağzını bağlamışsınız qaldı Bəli. orada. Heç getmirsən ora. Gedirəm, dünən getdim, baxdım, elədim, gəldim. Yəni, həyətə zada baxdım. Getdim, heç ərik ağacımız vardı, heç biri də yoxdur. Qonşular yığıb aparıb, sağ olsunlar. Ərik yetişi vardı. Tez yetişən ərik var idi ağaca. Dünən getdim ki, onun arzusuna gedim, biraz görüm bağda, bağçada nə var, nə yox. Getdim, heç nə qalmıyor meyvələrdən. Qonum-qonşu yığır aparır. Qonum-qonşu mu, kim mi bilmirəm, amma yığıb aparıblar. Ay bu qızın qonşuları. Qonşunun həyətinə xəyanət olar. İcazəsiz də yəni. Qonşuda indi bilmirəm kim Hansı gelib kənddir də o? Xəsirli. Bərdənin Xəsirli kəndi. Bəli. Və niyə girmirsiniz bunların həyətlərinə? Yığıb aparırlar. Qız buradan ora maşın sürüb, gedirəm əri yığam, gedib görüb hamısını yığıb Daşıyıblar, aparmışsınız. kim aparıb bilinmir. İndi demişəm oraya kamera qoyacam. Görək kimdir onu elə eləyəm. Çox şad oldum bugün efirimizdə sizlə həmsöhbət olmağa. Ümumiyyətlə alışmışam artıq mən insanlarla həmsöhbət olmağa. Cahan xanım, təşəkkür edirəm sizə. Çalışın da növbətdə və həyəcan falan yaşamayın. Sərət sənə təşəkkür edirəm. Biz də sənə təşəkkür edirik ki, çağırmısan efirə. İnşallah sağollaşıram tamaşaçılarımızla. Tez-tez gəl, evimizi tanıdın. Gələndə də bir zülümdən gəlib bizə. Mənim evim çox rahat bir yerdədir. Bu, bütün Amerikanı fırlamış, sonra gəlib çıxıb bura. Bu boyda düz yol qoyub, şey yollarından gəlib, başlıq qayalıq yollarından. Elə deyir ki, çatmırsan, çatıram. Mən bunları bu tərəfdən gözləyirəm, bunları bu tərəfdən gəliblər. Sabaha qədər sağollaşıram tamaşaçılarımızdan. Dur, səndən sonra bir ifamız olacaq. Çox sağ ol Samir müəllim, təşəkkür dəvətiniz üçün, minnətdarım. Allah sizə uzun ömür, can sağlıq versin. Var olun. Narazı qalmadın məndən? Xeyr, çox gözəl. Səndən narazı qalma olar. Bəli, qalma olar, yox, xeyr. Geceler ay geceler Geceler ay geceler Gecenin bir alemi Gecenin bir alemi Yuxu getmir gözüme Yuxu getmir gözüme Bir nəfər yoxdur mənim Qulaq assın sözümə Qulaq assın sözümə Gecenin bir alemi Yuxu getmir gözüme Yuxu getmir gözüme Bir nəfər yoxdur mənim Qulaq assın sözümə Qulaq assın sözümə Mənim bu xəstə canım Nə yatar nə dincələr Gecələr ay gecələr Gecələr ay gecələr Mənim bu xəstə canım Nə yatar nə dincələr Gecələr ay gecələr Yenə o yada düşür Gələ bilməm özümə Gələ bilməm özümə Deyirəm sevimə ürək Amma baxmır sözümə Amma baxmır sözümə Yenə o yada düşür Gələ bilməm özümə Gələ bilməm özümə Deyirəm sevimə ürək Amma baxmır sözümə Amma baxmır sözümə Mənim bu xəstə canım Nə yatar nə dincələr Gecələr ay gecələr Gecələr ay gecələr Mənim bu xəstə canım Nə yatar nə dincələr Gecələr ay gecələr